Merhaba dostlar. Bugün yani Mart ayının 15'i keçirilən Respublika Fən müsabiqəsinin biologiya suallarını indi sizə izah edəcəm. Keçək sualların izahına. Deməli, birinci sual. Birinci sualda bizə deyilir ki, işıqlı mühit və qaranlıq mühit verilib. Verilən vəziyyətləri nəzərə alaraq cücərmə zamanı baş verən hadisələr haqqında aşağıdakı ifadənin hansını demək olar? Deməli, burada 30 dərəcə verilib, yaş pambıq verilib, eyni zamanda bir də bizə qaranlıq mühit və işıqlı mühit verilib. Deyir ki, burada cücərmə üçün su, oksigen, temperatur və işıq lazımdır. Bu bir. Amma bu təcrübədə onu mənə göstərmir. Zaten bu təcrübədə bir işıqlı mühit göstərdiyinə görə, bir də qaranlıq mühit göstərdiyinə görə mənə toxumun cücərməsi üçün işığın olmadığı, vacib olmadığını bizə göstərmək istəyir. Ona görə cücərmə üçün işıq tələb olunmur. Bu ifadəni bizə göstərmək istəyir. Ona görə cavab buradan D variantı olur. Düzdür, cücərmə üçün su, oksigen, temperatur və işıq lazımdır. İşıq lazım deyil axı. Çünki qaranlıqda olanda da cüzərə bilir. Fotosintez baş verir? Xeyr. Toxumlar işıqlı mühitdə daha sürətli cüzərir? Xeyr. Heç bir toxumun cüzərməsinə işığa ehtiyac olmadığına görə buna da ehtiyac yoxdur. Cavab D variantı olacaqdır. İkinci sual. Quruluş və inkişaf xüsusiyyətinə uyğun olaraq hansı meyvə digərindən fərqlənir? Burada A, B, C-də mürəkkəb meyvə, D-də isə sadə meyvə verilib. Ona görə cavab D variantı olacaqdır. Üçüncü sual. Araşdırma zamanı hermafrodit çiçəyin birinci vəziyyət həm dişicik var, həm erkəkcik var. Dişi reproduktiv orqanları çıxarılır, ikinci vəziyyətdir. Bu bitkinin yaşaması üçün lazımi ekoloji şərait təmin edilərsə, o aşağıdakı quruluşlardan hansını əmələ gətirə bilməz? Zaten mən dişiciyi çıxartmışamsa, deməli meyvə dişicikdən əmələ gəlir, toxum dişicikdən əmələ gəlir deyə bu əmələ gələ bilməz. Ona görə doğru cavab A variantı olaraq götürəcəyik. Keçək dördüncü sualımızın izahına. Dördüncü sualda çok güzel bir sualdı dördüncü sual. Bunu beğendim. Şekilde suda yaşayan Vallisneria bitkisinin erkek ve dişi çiçekleri təsvir olunmuştur. Erkek bitkinin çiçekleri suyun altında inkişaf edir. Çiçeğin ləçəkləri bir-birinin üzerine bağlanarak tozlukları suda koruyur, sudan koruyur. Çiçek gövdədən ayrılıb suyun səthinə qalxdıqda ləçəklər açılır. Dişi bitkinin çiçəkləri isə suyun səthində yerləşir. Dişi çiçəyin ləçəkləri su səthində kiçik çökəklik yaradır. Bu quruluş erkək çiçəyin yaxınlaşmasını asanlaşdırır və tozluğun dişi çiçəyin çoxalma orqanına çatmasına şərait yaradır. Bundan əlavə bitkidən ayrılan yarpaqlardan da yeni Valisneria bitkisi inkişaf edir. Burada da bizə təsviri çox gözəl bir şəkildə verilibdir. İndi baxaq, sualımızın izahına baxırıq. Sualın izahında bizə deyir ki, tozcuq suyun altında əmələ gəldiyinə görə mayalanma və ziqotun əmələ gəlməsi də suyun altına baş verir. Xeyr, elə cavab budur. Çünki şərtdə bizə deyirdi ki, qalxır suyun üzərinə, ondan sonra açılır və tozlanma da, mayalanma da suyun üst səthinə gedir. Ona görə doğru cavab A variantı olacaqdır. Faktiki ölçüsü sıfırdan %15 millimetr olan qırmızı qan hüceyrəsinin böyüdülmüş ölçüsü 30 millimetrdir deyir. Böyütmə dərəcəsini hesablayın. Böyütmə dərəcəsini hesablamaq üçün 30 millimetri böləcəm 0,15'e bərabərdir. O zaman gəlin bunu da böləyim. 30 bölünsün 0,15, bu da bərabər edəcəkdir. Deməli 30 böl 0,15'e düştü 2000. Ona göre doğru cevabımız D variantı eləyəcək. Keçək 6-cı sualımıza. Cücərməyə temperaturun təsirini araşdırmaq məqsədi ilə təcrübə aparılacaqdır, deyir. Əgər təcrübədə sırf temperatur araşdırılırsa, onda baxırıq ki, aşağıdakı qrafiklərdən təcrübə noxud və mərcimək toxumuna istifadə olunacaq. Aşağıdakı qrafiklərdə KL, M mühitlərinə aid məlumatlar təqdim edilir. Burada bir mühit temperaturdur, biri oksigendir, biri də təbii ki sudur. İndi baxırıq, təcrübənin məqsədinə çatmaq üçün aşağıdakı fəaliyyətlərdən hansı icra olunmalıdır? Deməli, burada biz temperatura görə baxırıq və görürsünüz ki, L ilə M-də temperatur eynidir. Deməli, L ilə M-i götürə bilmərik. Ona görə də mərcimək toxumlarını K-ya, amma və M mühitlərinə yerləşdirib müşahidə edilərsə, bu olarsa təbii ki burada çünki mühit bir, temperatur birində daha yuxarıdır, birində isə aşağıdır. Burada temperaturun fərqini deməli mən müşahidə edə bilərəm. Yəni temperaturun cücərməyə təsirini müşahidə edə bilərəm. Ona görə doğru cavab C variantı olacaqdır. 7-ci sual.
Veririk sütumotunun yarpaqlarına toxunduqda yarpaqcıqlar bükülür. Bu qıcıqlanmadır. Qağayı qanadlarının köməyi ilə bu hərəkətdir. Noxud bıcının ilişərək yuxarı qalxır. Bu da hərəkətdir. Silik cövhəri lazımsız maddə bu da ifrazatdır. Burada bizə qidalanmaya aid heç nə yoxdur. Ona görə cavab B variantı olacaqdır. Arının uçuş zamanı qanad əzəlinin yüksək enerji tələbatını ödəmək üçün onun əzələ hüceyrəsində hansı orqanelin miqdarı digər toxumlara nisbətən kəskin dərəcədə çoxdur. Enerji mənbəyi hansı orqaneldir? Mitoxondri. Deməli mitoxondrinin miqdarı daha çoxdur. Cavab C variantı olacaqdır burada. Hüceyrə haqqında aşağıdakı mülahizənin hansı yanlışdır? Evkaryot hüceyrələr iki membranlı orqanellər var. Bəli. Mitoxondri və plastid. Hüceyrə canlı orqanizmin ən kiçik quruluş vahiddir. Bu da bəli. Yeni hüceyrə başqa hüceyrənin bölünməsi ilə əmələ gəlir. Bu da doğrudur. İxtisaslaşmış hüceyrələr davamlı olaraq bölünür. Xeyr, başqa hüceyrələr bölünərək ixtisaslaşmış hüceyrələri əmələ gətirirlər. Ona görə doğru cavab buradan D variantı olacaqdır. Keçək indi 10-cu sualımıza. 10-cu sualda bizə nə deyir? Bitki kökünün uç hissəsinin sxeminə əsasən hansı fikir doğru deyil? X ixtisaslaşmış hüceyrədir. Bəli, əmici teldir. Ona görə də tükçüklər deyirik. Ona görə də bu doğrudur. Z hüceyrələri kökün uzuna böyüməsi təmin edir. Z kök küsküydür. Uzuna böyüməsi təmin etmir. O müdafiə edir. Ona görə cavab B variantını götürəcəm. 11-ci sual. Aşağıdakı qrafik eyni canlıya aid KLM strukturlarında olan hüceyrələrin sayını göstərir. Buna uyğun olaraq KLM strukturlarına aid ifadənin hansı doğrudur? Hüceyrə sayı verilir burada bizə, bir də struktur verilir. Təbii ki, əgər M toxumadırsa, M toxumadsa L orqandan aşağı səviyyədə yerləşmək mümkündür. Bəli, hüceyrə toxuman sonra orqan gəlir. Ona görə orqanda hüceyrələrin sayı toxumadan çoxdur. Bu fikir doğru fikirdir. Bu heç. Əgər L orqanizmdirsə, L orqanizm, K orqanlar sistemi ola bilər. Bəli, orqanlar sistemində olan hüceyrə sayı orqanizmdən azdır. Bu da ola bilər. Doğrudur. L strukturda ən çox hüceyrə, M strukturunda isə ən az hüceyrə. Bəli. Görürük çünki hüceyrə sayı zaten burada bizə verilib. Elə qrafikdə bu görünür. Bu da doğru fikirdir. Ona görə cavab 1, 2 və 3 cavabını götürəcəyik. Keçək növbəti suala. 12. Lobya bitkisinin həyat dövrü mərhələləri düzgün ardıcılığı müəyyən edin. Toxumla başladı. 5 ilə başladı. Ondan sonra 6 oldu. Ondan sonra atı düzəldi. 3 oldu. Sonra çıxdı torpağın üzərinə. Daha çox düzəldikdən sonra 4 oldu. 4'ten sonra da 2 oldu. Sonra 1 oldu. Cevap C variantı olacaqdır. 13-cü sual. Şagird bitkilərin böyüməsini təsir edən bəzi amilləri araşdırmaq üçün bir neçə təcrübə hazırlayır. Təcrübələrdə istifadə olan dipçək bitkiləri eynidir, eyni növdür. Torpağın növü və miqdarı eynidir. Həmçinin bütün bitkilərə eyni miqdar su verilir. Tamam. Demək burada temperatur fərqlidir. 25-25-dir. Bir də biri qaranlıqdadır, biri işıqdadır. Demək nə olmalıdır? Bir temperaturun təsiri var. Bir də təbii ki, burada nəyin təsiri vardır? Bir də işığın təsiri var. Çünki su eyni miqdarda verilib deyir. Ona görə bir temperaturun təsiri, bir də suyun təsiri, su olmayacaq. İşığın təsiri olacaqdır. 1 və 2. Cavab B variantı olacaqdır. 14-cü sual. Qaranlıq mühitdədir. Qaranlıqdasa deməli bu tənəffüs edir, oksigeni udur, karbon qazını və su da ayrılır. Ona göre 1 oksigen, 2 karbon gazı, 3 su. Yani cevap C variantı olacaktır. 15. sual. Canlıların öğrenilmesi istifadə müşahidə metodu digər metodlardan əsas fərq nədir? Müşahidə biz heç bir şeyə təsir göstərmirik. Heç də sadəcə qıraqdan dururuq, müşahidə edirik, baxırıq. Bizim heç bir təsirimiz yoxdur. Yalnız ölü xeyr. Canlı təbiətdə məsələn bir quşun yuva qurmasını da izləyə bilirəm. Təbiətdə baş verən proseslərə müdaxilə etmədən isə bəli, bu doğru cavabdır. Çünki müdaxilə etmirəm. Canlı mütləq mikroskop altında xeyr, normal gözümlə də görə bilərəm, binokulla da baxa bilərəm. Mütləq laboratoriya yox, təbiət şəraitində də, təbii halda da baxa bilərəm. Ona görə bunlar da yanlışdır. 15-ci sualdan sonra keçək 16-cı sualımıza. 16'da bize deyir ki, indi çox asan suallardan biridir əslində bu. Aşağıdakı məlumatlar bitkinin əsas hissələrinin funksiyasını təsvir edir. Su və suda həll olunmuş mineral maddənin yarpaqları daşıyır. Bu gövdənin funksiyasıdır, kökün funksiyası deyil. Ona görə bu səhvdir. Sonra fotosintez yolu ilə qida maddələri oksigen istehsal edir. Bəli, bu yarpaq edir. Bu doğru fikirdir. Sonra bitkinin çoxalmasını təmin edən hissədir. Bitkinin çoxalmasını təmin edən isə çiçəkdir. Bu da doğru fikirdir. Bitkini torpağa bərkidir. Bu kökdür. Gövdənin işi deyil. Bu yanlış fikir. Demək 2 ilə 3 burada
doğru gösterir. Ama bize deyir ki səhvə yol verilmiştir. Deyilsə 1 ilə 4-də isə səhvə yol verilmiştir. Ona görə doğru cavab burada D variantı olacaqdır. 17-ci sual. Mamırların həyat dövründə saprofit yox, gametofit nəsil üstünlük təşkil edir. Qıcıların həyat dövründə gametofit nəsil yox, sporofit nəsil üstünlük təşkil edir. Yetkin şam ağacı zaten toxumlu bitkilərdə gametofit nəsil reduksiya uğrayıbdır. Mümkün deyil. Çiçəkli bitkilər üşüyəm hissəsi dişi deməli gametofitdir. Bəli, bu da doğru fikirdir deyəcəyik. Keçək 18-ci sualımıza. Şəkildə təsvir olunan tozlanma növü üçün hansı xüsusiyyət daha xarakterdir? Həşərata tozlanma verilib burada. Erkək saplaqların uzun çiçəkdən kənara çıxması bu ait deyil. Həşərata tozlanma. Bu özünə tozlanmaya və saplağın uzun yox. Bu küyənə tozlanmaya aiddir. Tozluqlar yüngül. Bu da küyənə tozlanmaya aiddir. Parlaq bəli. Bu həşəratan tozlanmaya aiddir. Cavab C variantı olur. 19-cu sual. Tozluq dənəciyi dişiciyin ağzına düşdükdən sonra mayalanmanın baş verməsinin təbii ki tozluq borusu əmələ gələcək. Hüşeym hissəsinə gelib çatmalıdır ki mayalanma baş versin. Ona görə doğru cavab D variantı olacaqdır burada da. 20-ci sualımız bitki və heyvan hücrələrini müqayisə edərkən hansı səhvdir deyir. Hər iki hücrədə mitoxondri ribosom, bəli bu doğru fikirdir. Bitki hücrəsində hücrəli divarı olduğuna görə heyvan bu struktur yoxdur. Bu da doğru fikirdir. Heyvan hücrəsində iri mərkəzi vakol, xeyr, iri mərkəzi vakol bitkidə olur. Bu fikir yanlışdır. Cavab C bəndi olacaq. 21-ci suala baxırıq. Deməli yumurtalıq iştirak edib deyirsə meyvə götürəcəyik. Burada bir meyvədir, 5 meyvədir və 6 meyvədir. Ona görə 1, 5, 6 cavab B variantı olur. 22-ci sual çiçək formulunu verib bizə. Hansı doğru deyil soruşur. Bəzi çiçəklər bitişikdir hissələri. Bəli, görün, bax bitişiklər var burada. Çiçək yanlığı sadədir. Xeyr, həm kasa yarpağı, həm ləçək olduğuna görə iki qat çiçək yanlığıdır. Sadə deyil. Ona görə cavab B variantı olacaqdır. Şəkildə mikroskop altında soğan epitel hücrələri təsvir olunmuşdur. Miqyas xəttinin uzunluğu 50 mikrometrdir. Hücrələrin uzunluğu isə miqyas xəttindən 2,4 dəfə artıqdır. 2,4'ü buradan deməli 2,4'ü vuracam 50'ye deməli bərabər 120. O zaman 48 millimetrdir. 48 millimetrdirsə deməli 120'ye deyilsə əgər bizdən 2,4 dəfə. Bu da cavab təbii ki burada 120 oldu. Həqiqi ölçü 120 mikrometrdir amma 48 millimetr görsənibdir. Ne edəcəyik? Bunu böləcəm. Deməli 120'ye tapdıq ölçüsü 120'dir. Nə qədər artıb? 124 dəfə, 400 dəfə artıb ki 48 millimetr olub. Ona görə cavab C variantı olacaqdır. Keçək növbəti sualımıza. Növbəti sualımızda isə aşağıdakı qrafik müxtəlif məlumat temperaturlarda mikroorqanizmlərin çoxalma sürətini göstərir. Vermişdə hansı doğru deyil. 30 dərəcədə mikroorqanizmlər ən sürətli çoxalır. Var. Ən sürətli çoxalır 30 dərəcədə. Bu doğrudur. Bu heç. Bura qədər artıblar zaten. 4'te mikroorqanizmlərin sayı zamanla çox az dəyişir. Bəli, çox az yavaş-yavaş dəyişir. 15 dərəcədə çoxalma 20 dərəcədən daha sürətlidir. 15 dərəcədə çoxalma 20 dərəcədən sürətli deyil. Xeyr. Ona görə də elə burada doğru cavab kimi də C variantı götürür. Çünki 15'də demək 20'də daha sürətlidir. 25 mürəkkəb yarpağın sadə yarpaqdan əsas fərqi nədir? Bu da çox sadə bir sualdır. Burada yarpaq saplağı üzrində bir neçə yarpaq arası yerləşir. Ona görə cavab B variantıdır. Sonra əziz şagirdlər, əziz valideynlər, daha çox sual gəlir ki, keçid balı nə qədərdir? Keçid balını müəyyən edən, yadda saxlayın ki, şagirdlərin yazmasıdır. Şagirdlərin nəticəsinə görə müəyyən bir faiz götürülür. Orada ola bilər ki, keçid balı 90 da ola bilsin, ola bilər ki, 10 da ola bilsin, ola bilər ki, 40 da ola bilsin. Çünki onu şagirdlər müəyyən edir. Uğurlar arzusundan bütün şagirdlərə inşallah hər bir şey onların haqqında xeyirlisi olar.